Bakıda təşkil olunan yeni il yarmarkalarından yayılan görüntülər ictimai narahatlıq yaradıb. Paylaşımlarda eyni yağda dəfələrlə qida hazırlandığı, xüsusilə kartof fri və xırtaxırt kartof məhsullarının bu yağlarda bişirildiyi deyilir. Yarmarkalardakı qidaların təhlükəsizliyinə güvənmək olar, təkrar istifadə olunan yağlar təhlükəlidir. Bu cür hallar zəhərlənməyə səbəb ola bilərmi? Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov bildirib ki, bu məsələ yalnız yeni il yarmarkaları ilə məhdudlaşmır. Ümumilikdə ictimai iaşə obyektlərini işlədən şəxslərin məsuliyyəti və vicdanı ilə bağlıdır. Yarmarkalarda qida satışı ilə məşğul olan bir çox sahibkarın bu sahədə ya kifayət qədər biliyi yoxdur, ya da insanların sağlamlığını riskə ataraq gəlir əldə etməyə çalışırlar. Nəticədə eyni məhsulların nəzarətsiz və keyfiyyətsiz şəkildə satışı geniş vüsət alır. Yarmarkada müşahidə edilən əsas problemlərdən biri bişmiş kartofların yenidən isidilərək təqdim edilməsidir. Bu isə kartofda solanin maddəsinin artmasına və qida zəhərlənməsi riskinin yüksəlməsinə səbəb olur. Bundan əlavə, dəfələrlə istifadə olunan və vaxtında dəyişdirilməyən yağlarda qida hazırlanması sağlamlıq üçün ciddi təhlükə yaradır. Belə yağlar gündə ən azı 2 dəfə dəyişdirilməli olduğu halda intensiv iş rejimi buna imkan vermir və nəticədə məhsulların rəngi qaralır, keyfiyyəti aşağı düşür. Yarmarkada satılan kumpirlər üçün istifadə edilən iri ölçülü kartoflar insan qidası üçün deyil, texniki məqsədlərə görə nəzərdə tutulub. Bu tip kartoflarda zərərli maddələrin miqdarı daha yüksək olur və onların qida kimi istifadəsi zəhərlənmə riskini artırır. Eyni zamanda izqara və digər avadanlıqların vaxtında təmizlənməməsi, gigiyena qaydalarına əməl olunmaması antisanitar şərait yaradır. Ekspert qeyd edib ki, ictimai iaşədə iş həcmi artdıqca gigiyena və qida təhlükəsizliyi tədbirləri də gücləndirilməlidir. İşin çoxluğu heç vaxt müştərilərə sağlamlıq baxımından təhlükəli məhsul təqdim etmək üçün bəhanə ola bilməz. Təəssüf ki, bəzi obyektlərdə təmizlik vasitələrindən düzgün istifadə edilmir. İş şəraiti sanitar normalara cavab vermir. Yarmarkalarda milli mətbəxin yetərincə təbliğ olunmaması da diqqət çəkir. Halbuki Azərbaycan mətbəxi zəngin çeşidlərə malikdir və turistlər üçün maraqlı təqdimat imkanları yaradıla bilər. Qutablar, milli şirniyyatlar, plov növləri və digər ənənəvi yeməklər düzgün şəkildə təqdim olunsa, həm sağlamlıq qorunar, həm də milli dəyərlər təbliğ edilər. Fast food tipli məhsulların üstünlük təşkil etməsi isə həm qida təhlükəsizliyi, həm də milli mətbəxin tanıdılması baxımından yol verilməzdir.